Və sonda Azərbaycan jurnalistikasının ən qocaman simalarından biri Mayis Məmmədovun ad günüdür. Peşəkarlıqda sözünü demiş Mayis Məmmədovun ad günü əslində sab olsa da biz onu bugün təbrik etməyimiz təsadüf deyil. Özünün hər bir ad gününü tarixi hadisənin bir gün əvvəldən yada salmağı öyrətdiyi kimi bu ənənə bizə onu hamıdan əvvəl təbrik etmək şansı verdi. Ömrünüz çox uzun olsun Mayis müəllim. Hər gün işə gələndə onu ya dəhlizdə ya da Mirşahin müəllimin kabinetində görürəm. Bu gecə nəvələrini aeroportda qarşıladığı üçün işə biraz yubanırdı. Düşündüm ki, onu qabaqlamış olaram. Ona görə də bir buket güllə evinə getdim. Qapını həyat yoldaşı açdı və dedi ki, Mayis müəllim artıq işə gedib. Öz işinin fanatı olmaq belədir də, nə deyə bilərəm? Gülləri onun həyatının gülü Allah xanıma təqdim edib, həm də istədim ki, saqqızını oğurlayıb bir müsahibə də alım. Amma Allah xanımın bir cümləsi bir müsahibəni əvəz elədi. Yaxşı kişi. Yaxşı insan. Sizə uzun ömür, can sağlıqlar istəyirəm. Çok sağ olun. Bəli, bu yaxşı kişi jurnalistkanın canlı əfsanəsi Mayis müəllimdir. Ona baxanda özüm də daxil olmaqla bir çox jurnalistləri bu peşədə təsadüfi sayıram. İlahi, insan necə də bütün varlığı, qanıyla, canıyla jurnalist doğlarmış. Yaşının bu vaxtında da onu xəbərlə nəfəs alan görürəm. Başqalarını deyə bilmərəm, şəxsən mən məzuniyyətə çıxan kimi 2 günə xəbərdən uzaqlaşıram. Bəhanəm də xüsusilə bu olur ki, qoy beynim sakitləşsin. Mayis Məmmədov isə 2 gün nədir, heç 2 dəqiqədə xəbərsiz qala bilməz. Onun xəmiri təpədən dırnağa qədər jurnalistikadan yoğrulub. Amma buna baxmayaraq, o özünü nə ulduz, nə də qəhrəman sayır. Qəhrəman kimdir? Salatın xanım gedib Şuşaya, orada qaldı. Çingiz Mustafayev. Hər dəfə mən bir yerə gedəndə gördüm ki, əbzətlə Çingiz orada olacaq. Xocalıda da biz ondan olmuşuq. Tak ki, mən heç bir şey eləməmişəm. Mən prosto eləmişəm, nə lazımdır eləmək jurnalistə, yazmaq. Vesselam. Birinci Qarabağ müharibəsi onun jurnalist fəaliyyətində dərin iz buraxıb. Mayis Məmmədov cəbhənin ən ağır bölgələrində olub. Xocalı soyqırımı, Qarakənddə vurulan helikopterimiz və buna oxşar çoxsaylı qanlı hadisələr haqda reportajlarını ORT-nin əsl peşəkar müxbiri kimi soyuqqanlılıqla bütün SSR məkanına çatdıra bilib. Bugün isə onu hər şey kövrəldir. Ayağını itirən balaca İmrandan tutmuş, aktrisa xanım Qafarovanın vəziyyətinə qədər hazırladığımız hər bir süjetə gözünü yaşartmadan baxa bilmir. Əlbəttə, bu məsələdə yaş da öz sözünü deyir. Yeri gəlmişkən, bu il həm də Mayis Məmmədovun jurnalist fəaliyyətinin 50 illiyidir. Siz məni saxlayırsınız, bu kollektiv məni saxlayır. Mən domino oynaya bilmərəm, mən nerede oynaya bilmərəm. Mən özümü hiss eləmirəm ki, mən pensionerim bulvarda, mən saat 4-də dururam, üzümün qırxını qaçırmışam. Məni iş saxlayır. İş olmasa mən batarım Aşxabad batan kimi, valla. Siz və sizin kimlər olmasa elə jurnalistikamızda batar Mayis müəllim. Siz hələ bizə çox lazımsınız. Jurnalistikaya lazımsınız. Мое богатство.